Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allah Teala öz kitabında insanın halı barəsində xəbər vermişdir. Hansı ki, elə İnsan surəsində. Uca Allah buyurur ki, xuliqal insanu daifə. İnsan zəif yaradılmışdır. Yəni, insan zəif yaradılmışdır deyilikdə, burada məqsəd nə nəzərdə tutulur? Yəni, insanın zəif yaradılması o deməkdir ki, insan günahlarda məsum deyil. Yəni, hər bir insan günah etmək və xəta etməyə məhkumdur. Yəni, insan günah edir, xəta edir. Və insan öz şəhvətlərinin qarşısında zəifdir. Və həmçinin insan günahlar və xətalar etməkdə zəifdir. Sanki insan günahlar etməklə, xətalar etməklə yəni ayrılmaz bir yoldaşdır. Yəni günahlar onun üçün deyir, sanki bir ayrılmaz yoldaşdır. Lakin mömin isə, Allahdan layiqincə qorxan, iman sahibi isə daim öz nəfsi ilə mübarizə aparır. Asiliklər və günahlar barəsində. Hansı ki, insan, mömin, günahlarla mübarizə aparmaqla, yəni ki, daim özünü, nəfsini islah etməyə çalışır. Yəni, mömin insan günahlara düçar olduqda dərhal peşman olur və etdiyi əməldən peşman olur və Allaha qayıtmağı düşünür. Hansı ki, Rasulullah sallallahu aleyhi və səlləm öz kəlamında da buyurmuşdur ki, kullu bəni Ədəmə xatta'un. Hər bir Adəm oğlu xəta edəndir, günahkardır. Və buyurur ki, xayrul xatta'inə ət-təvvabun. Xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir. Yəni, insan daimi xəta etməyə məhkumdur, lakin kim tövbə etdikdə isə xeyirli olan kimsələrdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur ki, elə bir mömin yoxdur ki, o günah etməsin. Və deyir ki, o günah etməklə alışır və bəzən deyir, o günah deyir, onun üçün zaman-zaman davamiyyətli olur. Yəni, həm günah edir və sonra günahı tərk edir. Yəni, alışqan olur. Və sonra buyurur ki, وَإِنَّ الْمُؤْمِنَ خُلِقَ مُفَتَّنًا تَوَّابًا نَسِيًّا فَإِذَا ذُكِّرَ ذَكَرَ. Fikir verin, bu hədisdə Rasulullah bildirir ki, mömin imtihan olunaraq, tövbə edərək və unudaraq, unutqan olaraq yaradılmışdır. Və ona xatırlandıqda o xatırlayır. Yəni, mömin daimi günahlar edə bilər, lakin günah etdikdə dərhal deyir ki, tövbə edir. Allahın qarşısında etdiyi günahlara görə tövbə edir. Və onun üçün insan heç zaman deyir ki, yəni günah etməməyə mümkün deyil ki, günah etməsin. Çünki insan deyir, elə yaradılmışdır ki, daim deyir, imtihan içərisindədir. Və o sınaqlara çəkilir. Və onun üçün deyir, o xüsusən də günahlarla deyir, sınağa çəkilir. Lakin mömin bir günaha düçar olduqda, günaha düşdükdə dərhal Allahın huzuruna qayıdır və ona tövbə edir günahlarından. Və Allahdan daimi bağışlanmasını diləyir. Və həmçinin əziz qardaşlar və mömin bilməlidir ki, Allah Teala onu necə ki hədisdə keçdi, unutqan olaraq yaratmışdır. Yəni, insan unutqan olaraq yaradılmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, yəni, insan unutqandır. Yəni, bu onu göstərir ki, insan bəzən qəflətdə olur və qəflətdə olduğu halda da günahlara düçar olur. Lakin ona xatırlandıqda, Allahın ayələri ona xatırlandıqda, o artıq Allahın ayələrinə uyur və ona yönəlir və onu qəbul edir. Və bəzən də günahların aqibəti ona xatırlandıqda, o dərhal deyir, günahlardan çəkinir və Rəbbinə üst tutaraq tövbə edənlərdən olur. Ona görə, əziz qardaşlar, şək yoxdur ki, insanlar xəta edirlər və günah edirlər. Lakin aləmlərin Rəbbi olan uca Allah günahları həm bağışlayandır, həm mərhəmət sahibidir. O zaman ki insanlar Allahın huzurunda bağışlanma istədikdə
Allah Teala qullarını bağışlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bizim uca Rəbbimiz olan nöqsansız Allah belə buyurdu. Ya ibadi, innekum tuxti'une bil-leyli ve'n-nahar. Buyurur ki, Allah Teala, ey qullarım, həqiqətən siz gecə və gündüz günahlar edirsiniz. Və ana əğfiru'z-zunube cəmi'an. Mən isə günahları bağışlayanam, günahların hamısını. Fəstəğfiruni əğfir ləkum. Elə isə məndən bağışlanma diləyin, mən sizin günahlarınızı bağışlayın. Hədisi İmam Müslim rəvayət etmişdir. Və həmçinin əziz qardaşlar, başqa bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, canım əlində olan Allaha and olsun ki, əgər siz günah etmədiyiniz halda Allah sizi aradan götürər. Və sizin yerinizə elə bir qövm gətirər, elə bir toplum gətirər ki, onlar günah edərlər və onlar Allahdan bağışlanma diləyərlər və Allah onların günahlarını bağışlayar. Hədisi İmam Müslim rəvayət etmişdir. Hədisin şərhində alimlər buyurur ki, yəni burada məqsəd odur ki, Rasulullah sallallahu aleyhi və səlləmin məqsədi, qəsdi odur ki, yəni mən bundan daha böyüyündən sizi qorxuram sizin üçün. Hansı ki, o da deyir, ucubdur, özünü bəyənmək və hər kəsdən üstün tutmaq və sanki özünü günahsız bilmək və özünü mələklər kimi hesab etmək, mələklərin dərəcəsində bilmək. Ona görə əziz qardaşlar, Allah subhanahu və teala qullarına qarşı mərhəmətlidir və öz qullarını bağışlayandır. Və o qul ki, günaha düçar olduqda, günah etdikdə, onun qəlbi Allah qorxusu ilə dolu olduqda və o Rəbbinə qarşı istiğfar etdikdə və israrlı olmadıqda Allah Teala onu bağışlayır. Başqa bir hədisdə Rasulullah buyurur ki, qul günaha düçar olduqda və belə deyər, ey Rəbbim, həqiqətən mən günah etdim və mənim günahımı bağışla. Sələflərdən birindən belə soruşmuşlar, sənin dinin necədir? Dini barəsində soruşmuşlar ki, sənin dinin necədir? Və o isə demişdir ki, mən onu günahlarla paramparça edirəm, lakin Allahdan bağışlanma istəməklə onu yamayıb örtürəm. Və bu onu göstərir ki, insan daim Allahdan bağışlanma diləməlidir ki, Allah Teala onun günahlarını bağışlasın. Və insan nə qədər Allahdan bağışlanma diləyərsə, Allah Teala şək yoxdur ki, quluna qarşı mərhəmətlidir və rəhimlidir. Onun üçün əziz qardaşlar, və biz nə qədər çox günahlar etdikdə və nə qədər az Allahdan bağışlanma dilədikdə və bir mənalı olaraq bu bizim özümüz üçün ziyandır. Və biz bilməliyik ki, bugün əməl günüdür, sabah artıq Allahın huzurunda hesab vermək günüdür. Və hər bir insan bilməlidir ki, artıq bugün bizim içində yaşadığımız günlər əməl etdiyimiz günlərdir və sabah ölüm var. Və sabah hər kəs öləcək və sonra Allahın huzurunda dirilib hesab olunacaqdır. Və onun üçün hər bir insan bilməlidir ki, qiyamət günü Allahla insanın arasında heç bir vasitəsi olmayacaqdır. Və Allah Teala öz qulları ilə heç bir vasitəçi olmadan, heç bir tərcüməçi olmadan Allah özü məşğul olacaqdır. Onun üçün əziz qardaşlar, və bu günlərdən nə qədər ki həyatımız var və öz qəlblərimizi diriltməyə çalışmalıyıq və Allahdan qorxmağa çalışmalıyıq və daim Allahdan bağışlanma diləməyə çalışmalıyıq və bilmək lazımdır ki, insan günahları artdıqca və o daim Allahın mərhəmətindən uzaq olmağa yönəlir. Ona görə əziz qardaşlar, insan nə qədər Allahdan bağışlanma istəyərsə, bilsin ki, Allahdan bağışlanma diləmək Peyğəmbərlərin yoludur və həm Allahın övliyə qullarının yoludur və eyni zamanda da mömin qulların halıdır. Cənnət əhlinin və təqva əhlinin halıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, Vallahi inni lə əstəğfirullaha və ətubu iləyhi fil yevm əksərə min 70 mərrə. İmam Buxari rəvayət edib. Rasulullah buyurur ki, Allaha and olsun ki, mən gün ərzində 70 dəfədən çox Allahdan bağışlanma diləyirəm. Və həmçinin İbn Ömər
Ömər İbn Xəttabın oğlu, Allah hər ikisindən razı olsun, buyurur ki, biz bir gün bir məclisdə Rasulullah sallallahu aleyhi və səlləmin 100 dəfə Rabbiğfirli və tub aleyyə innəkə əntət təvvabur rahim, Allahım məni bağışla və mənim tövbəmi qəbul et, həqiqətən sən tövbələri qəbul edən və rəhimlisən deyərək eşitdik və saydıq. Fikir verin, subhanallah, Rasulullah bir məclisdə 100 dəfə Allahdan bağışlanma diləyərdi. Və ona görə əziz qardaşlar, həqiqətən Allahdan bağışlanma diləmək Peyğəmbərlərin yoludur. Adəm və Həvva aleyhissalam, Allahın hər ikisinə salamı olsun, Allah Teala onlar barəsində, deməli, Əraf surəsində buyurur, Qalə Rabbənə zaləmnə ənfusənə və in ləm təğfir lənə və tərhəmnə lənəkunənnə minəl xasirin. Onların hər ikisi belədir. Dedilər ki, ey Rəbbimiz, biz özümüzə zülm etdik və bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə biz ziyana uğrayanlardan olaraq. Kim deyir bunu? Adəm və Həvva. Allahın salamı hər ikisinin üzərinə olsun. Və həmçinin Musa aleyhissalam barəsində Allah Teala baxın nə buyurur? Qasas surəsində Musa aleyhissalam belə dedi. Qalə Rabbi inni zaləmtu nəfsi fəğfirli fəğafərə ləhu innəhu huvəl ğafurur rahim. Musa dedi, ey Rəbbim, mən özümə zülm etdim, məni bağışla. Allah da onu bağışladı. Və həqiqətən o Allah çox bağışlayandır və çox rəhm edəndir. Və sonra dəyərli qardaşlar, diqqət edin, Davud əleyhissalam barəsində Allah Teala nə buyurur? Deməli, Sad surəsində uca Allah buyurur, وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا. Allah Teala bu ayədə buyurur ki, Davud bizim onu sınağa çəkdiyimizi zənn etdi və Rəbbindən bağışlanma dilədi və səcdəyə qapanaraq tövbə edib Allaha yönəldi. Və sonra əziz qardaşlar, Allah Teala müttəqi qulları üçün, Allahdan qorxan qullar üçün və cənnət əhli barəsində buyurur ki, onlar daim Allahdan bağışlanma diləyərlər. Xüsusən sübh çağı vaxtı. Allah Teala onlar barəsində onları tərif edərək buyurur Alimran surəsində وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ. Onlar sübh çağı Allahdan bağışlanma diləyərlər. Ona görə dəyərli qardaşlar, insan Allahın mərhəmətindən ümidini üzməməlidir. Daim Allahın mərhəmətinə sığınmalıdır. Və günahlardan və şeytanın ona qalib gəlməsindən çəkinməlidir. Və daim Allahdan bağışlanan qullardan olmalıdır. Əgər qul Allahdan bağışlanma istəyərsə, şək yoxdur ki, Allah Teala onun günahlarını bağışlayacaq. Allah Teala Nisa surəsində buyurur, وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّٰهَ يَجِدِ اللّٰهَ غَفُورًا رَحِيمًا. Diqqət edin, Allah Teala buyurur, kim pis bir iş görərsə və ya özünə zülm edərsə, sonra da Allahdan bağışlanma istəyərsə, Allahı bağışlayan və rəhm edən olaraq görər. Və həmçinin uca Allah başqa bir ayədə buyurur, وَالَّذ۪ينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهُ وَلَمْ يُسِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Diqqət edin, Allah Teala nə deyir? Deyir ki, o kəslər pis iş gördükdə və ya özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Və məgər Allahdan başqa günahları bağışlayan kim ola bilər? Və onlar etdikləri günahlar üzərində bilə-bilə israr etməzlər. Ona görə əziz qardaşlarım, daima Allahdan bağışlanma diləməyə yönəlmək lazımdır. Çünki Allah Teala şək yoxdur ki, günahları bağışlayandır. Allahdan bağışlanma diləmək də, necə ki dedik, Peyğəmbərlərin, Allahın övliyə qullarının və möminlərin sifətindəndir. Və insanların Allahdan bağışlanma diləmək halları və xüsusən insanların asilik vaxtında, asilik zamanında halları müxtəlifdir. İnsanlardan eləsi var ki, Allahın huzurunda günahlar etdikdə, Allaha qarşı asilik etdikdə, o asiliyin fərqində olmur. Hiss etmir ki, bu insan günah edir.
və nəfsini günahdan uzaqlaşdırmağa təhrik etmir. Və nə də ki, tövbə etmək barəsində düşünmür. Əksinə, sanki o günahların üzərində bir görevli olaraq özünü zənn edir. Və özünü günahlar içərisində batırır və günahlara qərq olur. Bir günahdan başqa bir günaha və nəticədə həlaka düçar olur. Hətta yer üzü ondan qurtulur, o həlak olduqda. Və insanlardan eləsi var ki, günah etdikdə günahlar onu yandırır və həlak edir. Və sonra tövbə haqqında fikirləşir. Düşünür ki, sabah tövbə edəcəm. Fikirləşir ki, hələ ki mənim ömrümə var, hələ ki mən yaşayacam və sonra tövbə edərəm. Bu işlərimi görüm, ondan sonra tövbə edərəm. Və özünü əminlikdə və rahatlıq içərisində hiss edir. Lakin o bilmir ki, özü özünü aldadır. Və insan bilməlidir ki, əcəl ona yetişdikdə heç kimə xəbər etmir. Ölüm ona yetişdikdə o artıq ölür və bəzən də insan günahlar üzərində ölür. Və ölüm ona günah üzərində yetişir. Onun üçün insan bilmir harada öləcəyini və ölümün ona harada yetişəcəyini. Ona görə əziz qardaşlar, istər yaşlı olsun, istər cavan olsun. Nə qədər ki, insan üçün fürsətdir, Allahdan bağışlanma diləməlidir və istiğfar etməlidir. Çünki Allahdan bağışlanma diləmək insanın qəlbinə nur bəxş edir. O insan ki, günahlar üzərində davamiyyətli şəkildə olur, günahlar onun qəlbini bürüyür və nəticədə günahlar onun qəlbinə hakim olur və onun qəlbini qaraldır. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, İdə ədnəbəl abdu zəmbən nukitət fi qalbihi nuktətən səvdə. Qul bir günah etdikdə onun qəlbinə bir qara bir nöqtə düşər. Əgər o tövbə edərsə, ondan çəkinərsə, artıq onun yeri təmizlənər və nur saçar, parlayar. Yox, əgər o günah etməkdə davamiyyətli olarsa, artıq deyir, günah onun qəlbini bürüyər və onun qəlbinə hakim olar. Allah qorusun. Ona görə əziz qardaşlar, insanlardan da eləsi var, günah etdikdə dərhal Allaha qaydar və Allahın huzurunda tövbə edər və etdiyi günahlardan peşman olar və Allahdan bağışlanma diləyənlərdən olar. Və bu kimsələr Allah qatında ən xeyirli insanlardır. Və onlar daima Allahdan qorxarlar və daim öz təqvalarını qoruyarlar. Allaha tövbə edərlər və Allahın onları nicata çatdıracağına ümid bəsləyərlər. Ona görə dəyərli qardaşlarım, əgər qul gözəl bir həyata nail olmaq istəyirsə, nəfsinin islah olmasını istəyirsə və qəlbinin sakinləşməsini istəyirsə, Allahın ona gözəl zürriyyət bəxş etməsini istəyirsə, eləcə də Allahın onun ruzisini genişləndirməsini istəyirsə, o zaman daimi Allahdan bağışlanma diləsin. Allah Teala Nuh aleyhissalam barəsində buyurur və Nuh aleyhissalam belə buyurur. فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا. Diqqət edin, o zaman bir Nuh dedi, mən dedim, Rəbbinizdən bağışlanma istəyin, həqiqətən o çox bağışlayandır. يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا. Bağışlanma diləyin ki, o sizdə bol-bol yağış yağdırsın. وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا. Diqqət edin ayənin sonuna. O sizə mal, dövlət və oğul uşaq versin və sizin üçün bağlar və bağçalar var etsin və sizin üçün çaylar var etsin. Onun üçün əziz qardaşlar, qul daima Allahın huzurunda Allahdan bağışlanma diləyəcəksə və Allaha tövbə edəcəksə, Allah onu qurtulanlardan, rəhm olanlardan və nəticədə cənnətinə daxil olunan qullarından edəcəkdir. Sonda uca Allahdan istəyirəm bizi səmimi şəkildə Allahdan bağışlanan qullarından etsin və bizi daimi tövbə edən qullarından etsin və Allahdan diləyirəm bizə rəhm etsin və bizi daimi istiğfar və tövbə üzərində etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədü ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.